Ruslar qırğın eli ilə Sibirə 17-18-ci əsrdə girdilər. Yerli xalqı qırmağa başladılar. Tabe olan tayfalara belə soyqırım törədirdilər və bu qırğınlar eşliyində gəlib Kamçatkaya çatdılar. Həmçinin bu qırğınlar dövründə Yakut türklərinin 70%, Tunquz dilli xalqların isə 80% yox oldu. Hətta bəzi mənbələrə görə 12 fərqli xalq yer üzündən silinib. Və yerli xalqla döyüşəndə ona görə xalqlar məğlub olurdu ki, bunlar tüfəngdən istifadə edirlər və topdan istifadə edirlər. Tüfəngin səsi gələndə təbii ki, indiyə kimi bunu eşitməyən yerli tayfa döyüşçüləri qaçırdılar. Həm də əllərində nə idi? Nizə idi, ox idi, daş idi. Buna nə edə bilərdilər ki? O öz güvənlə Kamçatkaya girəndə bir xalqla qarşılaşdılar. Çukçalar. Çukçalar düşündükləri qədər asan yemlər deyildi. Orqanizasiyalı döyüşürdülər. Eyni zamanda mükəmməl zirehləri vardı. Həmçinin maraldan istifadə edirdilər deyə çox sürətli idilər. Həm də regionu bilirdilər. Nəticə etibarilə ruslara qan utdurmağa başladılar. Rus-Kazak hücumları başladı 1708-də, 1709-da, 1711-də. İlk hücumların hamısı məğlub edildi. 1729-da isə sistematik formada gəldilər, amma yenə də məğlub edildilər. Həm də mayor Afensiy Şestakov öldürüldü. Buna cavab olaraq isə ruslar yerli xalqı qırmağa başladılar. Yəni qadınlara və uşaqlara hücum edirdilər ki, yerli xalq qorxsun və savaşmağı dayandırsın, üsyanı dayandırsın. Amma çoxsalar dayanmadı. Öz qadınlarını və uşaqlarını kiçik qayıqlarını bindirib dənizə göndərib savaşmağa davam edirdilər. Rusların bu vəhşi soyqırımlarına cavab olaraq çox xalqı Yukacerlər və Karyaklar da üsyana qoşuldular və nəticə etibarilə Rus mayoru Dmitri Pavlotski tələyə düşdü. Yəni normalda ruslar heyvanları da öldürürdülər ki, o heyvandan ovlanan bu yerli əhali ac qalsın və təslim olsun. Və Çukçalar qəsdəndən maralları onlar tərəf itələdilər və bunu görən ruslar onları öldürmək istəyəndə özləri tələyə düşdülər və nəticə etibarilə Çukçalar 1747-ci ildə Rus qüvvələrini darmadağın elədi və bu yerli əhaliyə qarşı soyqırım törədən Dmitri Pavletskinin başını kəsdilər. 1748-1755-ci illərdə 7 dəfə hücum etdilər Çukçaların üzərinə, amma yenə də ruslar məğlub oldu. Anladılar ki, Çukçaları məğlub etmək imkansıza yaxındır, çünki adamlar tam-tamına coğrafi üçün formalaşıblar, bədənləri belə o soyuğa qarşı mükəmməl formada dirəncə sahibdir. Nəticə etibarilə ruslar nə etdi? Savaşı dayandırdılar və sadəcə olaraq sülh bağlayıb ticarətə girdilər. Bununla da 1917-yə qədər, yəni Rus imperiyası məhv olana qədər Çukçalar əslində formal olaraq işğal olunmadı. Beləliklə Çukçalar tarixə keçdi Rus imperiyası tərəfindən məğlub edilə bilinməyən tayfa olaraq. Düzü deyim, bu dirənişi çox sevdim deyə bundan bağlı video çəkdim. Bu birinə bizim Şeyx Şamilə oxşayır bu Qafqazdakı üsyanlara. Amma bunu da unutmayaq ki, yəni bu gün o regionlardakı əhalinin böyük qismi əslində ruslardır. Yəni əhalinin sadəcə 5% yerlilərdən ibarətdir. Yəni böyük ölçüdə bu assimilyasiyalardır, xəstəliklərin yayılıb yerli xalqı qırmasıdır. Eyni formada da bilirsiniz, ümumiyyətlə sənaye toplumlar daha sürətlə artır. Bu kimi səbəblərdən artıq həminki o xalqlar, yəni Çukçalardır, yəni Kamçatı xalqları, Sibir xalqlarıdır, böyük ölçüdə öz ölkələrində az saylı bir etnik azlığa çevriliblər.